Salam, hər vaxtınız xeyir olsun. Bu günləri deməli qaldırmış olduğumuz Windows Server 2009-da domenimizə, nariman.local domenindən əvvəlcədən qaldırmış olduğumuz bir dənə klientimizi həmin domenə daxil edirik. Domenə daxil edərkən nəzərdə almaq lazımdır ki, ümumiyyətlə yaratdığımız istifadəçilərin hər biri domain users adlanır. Sən bunun userin member-ofuna baxsaq, görək ki, burada domain usersdir. Və default olaraq Windows Server 2009-da hər bir domain users 10 ədəd maşını domeni daxil edə bilər. Bunu bağlamaq üçün View Advanced Features hissəsindən və yaxud PowerShell-də müvafiq əmri daxil etməklə bağlamaq olar və bu bəyənilməyən haldır, hansı ki, domain userslərin hər birinin klienti domenə qoşa bilməz. Odur ki, biz və hər dəfə administrator şifrəsini administrator hesabımıza assembler.admin usersdir burada. Həmin administrator hesabını da verib, çünki çox zaman bunu sistem icraçıları deyil, helpdesk mütəxəssisləri və s. istifadəçi kompüterlərini qoşur domenə. Və administrator hesabının və şifrəsinin onlara verilməsi də, client qoşanda görəcəksiniz, şifrə və username istəyir. Onlara verilməsi bəyənilməyən haldır. Odur ki, biz account operator və ya domain admins qrupu yaradıb, ya vaxt ki, istifadəçiyə qrupu yaradıb müxtəlif istifadəçiləri də əlavə edə bilərik. İndi bizdə lab ortamıdır deyə yaratdığımız bir istifadəçini, 101 istifadəçisini domain admin qrupuna əlavə edək ki, həmin istifadəçi deməli, kompüterimizi, klientimizi daha doğrusu domenə qoşsun. Odur ki, member of hissəsinə gəlirik, istifadəçi saxlayıcı propertiesindən və ədd elədikdən sonra domain yazıb check names eləsək, domain admins var burada. Onu OK eləyib, buradan OK eləsək və artıq domain admins qrupuna aiddir, 101 və apply eləyək, ardından isə OK eləyək. Həmçinin account operatoru da əlavə eləmək olar. Bu da qoşmaq səlahiyyətinə malikdir. Account operatoru qoşmaq səlahiyyətinə malikdir. Əlavə eləyək. Fərq yoxdur. Birini də eləmək vardır. Birini hissəsində eləmək var, yəni bir neçə qrupa da əlavə eləmək var. OK eləyək. Və artıq 101 istifadəçimiz, hansı ki, bunun deməli, logon name 101.surname olmalıdır. Bəli, 101.surname'dir. Parolunu da zaten verib, təyin eləmişik. İndi isə client Windows və nəzərə almaq lazımdır ki, bu lokal server və qoşacağımız client eyni subnetdə, eyni şəbəkədə olmalıdır. Biz buna statik olaraq IP adres vermişik, 1.100 IP adresini. İnternetə qoşulmur, amma normal mühitlərdə internetə qoşulmur. Bunu da nəzərə alın. Yəni, bunları özümüz təyin etmişik. Və nəzərə almaq lazımdır ki, klientimizdə DNS serveri, klientimizdə DNS server hissəsinə biz IP adresimizi, serverimizin IP adresini yazmalıyıq, 1.100'ü. Və orada statik olaraq IP adresi verib, bu subnetdə bura bir IP adresi verməliyik. İnsə klientimizi açaq. Windows anlaşılması. Maşınımızı açdıq. Bu maşınımızın
maşınımıza statik IP adresi verməliyik. Property hissəsinə gəlirik. Daxil olub IP adresi verilir. 192 168 1.0 client'ımızın IP adresi 100 idi. Buna 105 verir. Subnet mask gözü seçir. Default IP verməsək də olar. Anası interneti qoşulmayacaq. 1 DNS serverimiz isə dediyimiz kimi 168.1.100 yəni serverimizin IP adresini təyin edirik. OK eləyək. OK eləyək. Indefine olsun. IP config eləyək. Bəli. İndi isə ping ataq və görə serverimizlə danışa bilirik. Bəli, serverlə danışa bilirik. Bəs server bizim maşınımızla danışa bilirmi? Ping ataq 192 168 1.105 İlk öz timeout verəcək. Böyük ehtimalla bəli verdi. Bunun da əsas səbəbi nədir? Bizim Windows onumuzda firewallımızda ping bağlıdır. Onu enable etmək lazımdır. Bağlıyoruz. Echo request ICMP gördüğünüz gibi bağlıdır. Bunu enable edək. Enable edək. Echo request. İndi təkrardan başımıza qayıdaq. Ping atsaq. Görək ki, bəli, artıq maşınlarımız bir-birindən danışır. Daha sonra Windows 10 maşınımıza qayıdırıq. Və deməli runımızda system.cp yazıb. Bura computer description yaza bilərik özümüz aydın olsun deyə. Və computer name-imizi dəyişmək lazımdır. Adətən şirkətlərin öz standartı olur bunu dəyişmək üçün. Client 1 olaraq biz təyin edə bilərik bunu. Client 1 olaraq qalsın. Domainimizə gəldikdə nariman.local domaininə bu client kompüteri əlavə etmək istəyirik. OK vuraq. Və bizdən username password istədi gördünüz ki. Bayaq danışdığımız isə bu idi. Yəni domains admin. Domains userslər, bütün yaratdığımız istifadəçilər domain userlər 10 dəfəyə qədər istənilən klienti bura daxil edə bilir. Yəni orada olan bir istifadəçinin username passwordunu daxil edib bu klienti domainə daxil edə bilərik. Daha sonra indi göstərəcəm model user hissəsindən də hansı istifadəçi bu kompüterdən istifadə edəcəksə həmin hesabın istifadəçi adı və şifrəsini daxil edərək artıq həmin kompüterdən istifadə edə bilir. Amma adətən şirkətlərdə bunu bağlayırlar. Çünki bu bəyənilməyəndir. Və domain admin, account operator kimi müəyyən qruplar yaradır. Müəyyən istifadəçilər yaradılır. Həmin qruplara ala bilirlər istifadəçilər. Məsələn, domain admin qrupuna. Bayaq biz user1.surname adında istifadəsini domain admin etmişdik və bunun passwordunu daxil etsək. OK vursaq və deyir ki, nariman.local domaininə artıq xoş gəldiniz. Bəli, artıq domaini qoşuldu. Bunlar xeyli xətalardır. Restart istəyir bizdən. OK. Və indi restart edirik.
Və kompüterimizin göstərib atdıq. Açılmasını gözləyərik. Baxa görək Windows serverimizə düşübmü? Şimdi kompüter sesine düşüyor adeta. Ümumi kompüter sesine. Bəli, o dil user hissəsi gəldi. Buradan biz bayaqki yazdığımız şifrəni yazaraq lokal özümüz üçün kompüteri idarə edə bilərik. Amma adətən bunlar şirkətlərdə kompüterlər özləri hazırlanarkən yaradılır. Hazır ki, kompüter istifadəçi gəldikdən sonra təlaş içində hazırlanmasın. Yəni hesablar yaradılır. Daha sonra lazım gəldikdə onun domeni qoşulurlar. Yəni onun şifrəsini adətən gələn istifadəçi bilmir. İşçi bilmir. Username. Tutaq ki, bax, user2 adında bizim istifadəçimiz var idi. Bəli, user2. Tutaq ki, bu istifadəçi gəlib təzə. Və mən bu istifadəçiyə verəcəm həmin kompüteri ki, istifadə edesin. Domain user gördüyünüz kimi domain adını deyil. Olsa da yəni fərqlənir. Gəlirik Windows'dan. user2 surname deyirik. Və passwordunu da daxil edirik. Sign to Nariman. Artıq burada deyək ki, Nariman domeninə qoşulur. Qeyd etdikdə bəli. Welcome. Yəni xoş gəlmisiniz. Artıq istifadəçimiz domenə qoşulur. Bəli, artıq domain metindədir. Gəlib buradan baxsana. Görək ki, bəli, istifadəçimiz də username, user2 surname-dir. Belə. Bu qədərin deyirəm faydalı olar. Növbəti dəstəkdə görüşürük.